Herkese salam dostlar. Bugün sizlerle birlikte mukbang oyunu oynayacağıq. Dündür mən bu oyunu aslında oynuyordum. Hardasa demək olar ki 1 aydır. Nə vaxt çıxıbsa, çıxandan bir neçə gün sonra mən bu oyunu oynamaya başlamışdım aslında. Amma videosunu çəkməmişdim. Çəkməyi düşünürdüm. Deməli bugün çəkmək istədim mən də videonu. İlk olarak böyle içeri gireceğiz, mukbang corner, sonra akvaryum dünyasına geleceğiz. Akvaryum dünyası gelmişti. Harika bir neçə hafta bundan qabaq, ben bilmirəm. Buralarda böyle necə deyim, yerler var, elə bir çoxlu yerler var oturup seçmək için. Ben buradaki bütün yerlerde yemek yemişim ki, ona göre bu sefer burada yiyeceğim yemeği. Aslında burada da yemişim. Ona göre de burada yiyeceğim. Mesela buradan bakarsanız da buradan yemeklerini seçiyorsunuz. Bakın mukbang menüsü var. Ramen menüsü var. İçecekler var. Atıştırmalıklar, tatlılar ve sushi menüleri var. Bunların hamısını test eləmişəm. Ve bu videoda da yeniden test edeceğiz. İlk olarak hele içeceklerden başlayalım. Çilek sütten sonra doğru bunu bir dostlar, indi geriye kalan içecekleri tarif vereceğiz. Dostlar, çalışacağım bu videoya o kadar da çok çalışmam çünkü böyle mukbang diyorsun, yani mukbangda böyle saat çıkmasın bir ki böyle tatları yaxşı eşidəklər. Yani böyle yemeğin sesini böyle ASMR kimi elə bir oyunun adı mukbang oyunu ASMR'i tek makinesinde yapılır. Çünkü oyun 2 ay bundan qabaq falan yaranır. Belki de daha böyle tam bilmiyorum ama May'da yaranır ya da yaranır. Yani 2 aydır, 3 aydır belki. Ben de bilmiyorum. Neyse de sonra başlamak istedim. Burada ASMR olduğu için de Şimdi bütün içecekleri içtik dostlar, yani şimdi tatlılara seçelim çünkü tatlılar da artık içecekler kadar. Ve kıtır kekten sonrakiler başlayacağız. Bazılar Robux'lu, kıtır kekten sonrakiler ama Robux'lu olanlar. Tatlılarda da mutlulardan kartım. Dostlar, içecekleri burada içti. İndi keçeceği başka yere, burada ağacın yanında.
olabilir. Çünkü burada ne dediğim bir ve küçükler böyle şeyler öğrenmeli. Ona göre onları mesela indir bağım birini gösterir. Böyle şey gelecek, çok uzun da şeyler olacak yani şeyde. Ama belki ilk olarak öbürlerin işi çok uzundu. Öbürler yaygın ki dükkandadır. Envanterden. Sabah çağıran böyle de yiyor. Dostlar tent yemeye çalışacağım böyle gerektiğimizde. Vakit yaparır yazmayı bitirdiği indi bunları keser. Bunlar da kurabiyeler Şimdi geriye kalan şeyler göreceğiz. Teklerden kırpaktan kalanlarını Yakıştan duralım. Arkasılar mısın? Çünkü yakıştan duralım. Yakıştan tabii yakıştan duralım. Yakıştan duralım. Onu da size demiştim. Geriye kalan içecek yerlerde bak. Şimdi buradaydı. Şimdi növbətçilerde başka yerde yiyeceğiz. Buralarda da yemişim dostlar aslında. Burada yok. Burada sana market gelecek. Yakında gelecek. Buranın çok heyecanlıyım buranın gelmesi için. Şimdi de göstereceğim. İkinci mertebede dostlar yer. Zaten çok efendim yoktu. Bakın dostlar burada da yanıyoruz. Ve bu mesela benim şimdi bakın. Kimse girebilir böyle. Yani açık olanda hem girebilir tabii ki. Ama bazı olanda kim girebilir. Şimdi de yemeğimizi burada yazıyoruz. Bunlar böyle çilekler. Bunlar bakın sonra armağan tutar. Böyle çünkü.
Birinci bunlarla başlayaq. Dostlar baxın yeyir bunları da pıtır böyle tətlər çıxır. Dostlar indi bunları yiyəcəyik. Dostlar çok sizin yerim bakın. Hoş kaldı. Şimdi de kıtır keklerden yani. Elimden geldiğince hepsini bulmaya çalışıyorum. Çünkü böyle görüş yedim. Var indi masamızı temizleyək. Çünkü növbəti yemək için. Bundan da elimden geldiğince temizleyelim çünkü yani uzamasın o kadar da video. Dostlar növbəti yeməklərdə başqa yerlərdə yeyindi. Yani bütün yeməkləri başqa yerlərdə yeyəcəyik. Şimdi gedək birinci mərtəbəyə və buradan da aşağı. Dostlar çox maraqlı gəldi bura. Yani getmişəm bura çünki getmişəm deyəndə yani açılanda gedəcəm, çox maraqlı gəlir və videosunu da çəkərik. Dostlar mən videonu çəkməsəm də, yəni bu oyunu çoxdan oynayıram. Çoxdan deyəndə oyun çıxandan bir neçə həftə sonra filan oynamışdım. Yəni amma videosunu çəkməyi düşünürdüm, amma çəkməmişdim. Axırda çəkdim və bu səfər burada yeyəcəyik. Əslində mən yemişəm buralarda, amma yəni videoda yeməmişəm deyə yani yeməliyəm. İndi yeyim burada baxın. İndi növbəti yeməklərimiz biz tatlılarda qalmışdıq deyəsən. Tatlıları da bitirdik. Atıştırmalıqlara keçəcəyik. Dostlar bu arada bunların hamısını bir videoda çəkə bilməyəcəm. Ona görə başqa bir videoda çəkəcəm növbəti hissəni. Və soğan qaynatmadan sonrakiləri yeməliyik. Yani bu videoda içecekler, atıştırmalıklar ve tatlıları yiyeceğiz. Yani o birisileri yesək video çok uzun olacaq. Ona göre bu videoda elə bunları yiyeceğiz sadəcə. Atıştırmalıklara kadar. Atıştırmalıkları da bitirəndən sonra her şeyi bitirmiş olacağıq. Sipariş verdik və olmur niyəsə dostlar. Ve sipariş verdim. Çoğalıq bunları koyaq. Dostlar bəlkə başqa bir şey də bu videoda yeyə bilərəm və akvaryum dünyasında yiyəcəyik. Bundan sonraki videoda, mukbang videosunda akvaryum dünyasında yiyəcəyik yəqin ki. Amma necə deyim, indi bu videoda bəlkə elə hamısını da bitirə bilərik. Gələn videoya da saxlaya bilərəm. Ama bence gələn videoya saxlayacağım. Dostlar birinci bunun səsini batıraq. Yox, batıra bilmədim. Dostlar o birisini sınıfa batıraq deyəcəm, tutarmadı və batıra bilmədim. Dostlar eyni son. Dostlar batıra bilmirəm niyəsə. Dostlar batıra bilmədim. Bir de tostun diye tane yer. Aha batırdım bu sefer.
İndi o birisinin sosuna batıraq. Gördüyünüz kimi. Və bunda sosum vardı. İndi bu birisilərin sosuna batırıb yiyək. Və baxıb görək biberin olacaq. O birisini də o birisi sosa batırmışıq. Və belə yiyəcəyik. Və bunları da batıraq yiyək. Gördüğünüz kimi dostlar bunları da batıraq. Bunları da batırdıq, yedik dostlar. İndi növbətləri keçək. Birini sosa batıraq hazır. Onun sosları bal harda bir tane bal sarımsak sosu 2 tane sos batırdım bu sefer buna dostlar. Dostlar ya da videoda çəkmişəm. Videodan əvvəl mən bu oyunu oynayanda bütün hər yerlərdə yemək yemişəm. Sadəcə dostlar burada yemək yeməmişdim. Bir də burada yemək yeməmişdim. Yəni görməmişəm hər halda. Elə bilmişəm elə belə bahçədir. Bu səfər də içəridə yemək yə. Yəni mən əslində yemişəm amma yəni, videoda çəkməmişəm deyə yeyəcəm bu səfər içəridə. Belki de akvaryum dünyasında hiç yemeyeceğim bu videoda. Ve dostlar buranı hiç görmemişim. Tuvalet varmış burada böyle. Ve el yıkamak için yer varmış. Ben hiç görmemişim buraları. Ve burada da böyle yerler var. Dostlar buranı ya da gösteririm öyle akvaryum dünyasında yemek istəyirəm. Bakın dostlar böyle buralarda oturmak için yerler var her yerde. Demək olar ki. Ve burada indi keçək akvaryum dünyasını dostlar və qalan yeməklərdə akvaryum dünyasında yeyəcəyik. Keçdik dostlar akvaryum dünyasını. Akvaryum dünyasında baxın dostlar belə bir yer var. Bura Robux'lu yerdir, parti odası. Robux'ludur. Və burada da 2 qatlı bir yer var. Burada Robux'lu təbii ki. Və baxın buralarda belə yerlər var. Sonra burada belə yerlər var. Buradan pilləkəndən qalxırsan burada belə yerlər var. Sonra burada belə yerlər var. Baxın nə göstərim. Dostlar mən daha çox 3-cü mərtəbədə burada yeyirdim. Yəni video çəkmirdim amma oynayırdım bildirdiyiniz kimi oyunu. Amma yani mən heç vaxt oralarda yemədim. Mən ancaq 3-cü mərtəbənin bu 1500 paralı odalarında yemişdim yeməyimi. Yəni 3-cü mərtəbədə ancaq yemişəm yeməyi. Buralarda yeməmişəm. Buralarda da yeməmişəm. Və qalan yeməklərimizi də burada yeyəcəyik. Növbəti videolarda göstərirəm yəqin ki 3-cü mərtəbəni. Və bizim qalan yeməklərimiz soğan qaynatma, baharatlı enoki bunlardır. Yani qalan yeməklər. Baxın görün buradakı Robux'lular. Yoxdur dostlar burada Robux'lu və 5 dənə yeməyimiz qaldı bizim. Burada da heç nəyi. Buradakı mənim qaldı.
Dostlar, bu arada mən bu yeməklərin hamısından demək olar ki yemişəm. Yəni videonun çəkməsində mən oynayırdım dediyim kimi. Amma yəni mən bütün yeməklərdən yemişəm demək olar ki. Demək olar ki deyəndə elə bütün yeməklərdən yemişəm. Bunlar da alacağız. Şimdi bunları limonla soğan kaynatmanı yiyeceğiz. Mesela bunları da götürdüm ve limon ve baharat. Sen de öyle eğmiş şeylere bakmadın diyelim. Yanında olmak istiyorsan. Bunları öyle eğimlere bakmadın diyelim. Hepsini bakalım. Bunlar yer ve videonu çek. Dostlar, bu arada benim Stila Brainrot videom var idi. Admin'e bir paylaştığım video. Yani o videoda niyeyse çəkdiyim program, yəni Mobigen'də problem yaşamışdı. Ona görə də səsi gəlmişdi videonun. Amma normalda o videoda səsli danışırdım, yəni səsi gəlmirdi, amma səsli danışırdım. Neyse dostlar, biz şimdi yeməklərimizi mesela bakın baharatı da basırıq, limonu da. Bakın şöyle bakın. Mücadele de var. Saçına batırıp geldi.
Sən təmizləyək. Dostlar, bu videoda içəcəklər, atışdırmalıqlar və tatlıları yedik. Növbəti videoda yenə baxın dostlar, burada yeyəcəyik. Sonra burada yeyəcəyik və yenə mənim həmişə tutduğum, yəni oyunda ən sevdiyim yer olan nədir? Akvaryum dünyasının 3-cü mərtəbəsindəki odaların birini sahiblənəcəyik. 1500 para verib. Orada yiyəcəyik növbəti videoda. Yəni növbəti videomuzda nə vaxt olacaq, onu sizə deyim. Bu mukbang oyununda mukbang ASMR oyununda gördüğünüz kimi burada market gələcək. Gördüğünüz kimi market gələndə növbəti videomda gələcək. Və dostlar, mən harasa düşdüm, bilmirəm. Necə düşdüm, bilmirəm. Neyse dostlar, növbəti video dediyim kimi market güncəlləməsi gələndə mukbang ASMR-yə həm nələr qalmışdı onlara baxın deyəcəm. Həm mukbang menüsü, həm ramen menüsü, həm də sushi menüsündəki yeməkləri yiyəcəyik akvaryum dünyasında. Yəni akvaryum dünyasında qalan yerlərdə. Dostlar, növbəti videoda da mukbang menüsünü, yəni baxın, ramen menüsü, sushi menüsü və mukbang menüsündə qalan yeməkləri burada yiyəcəyik, yuxarıda yiyəcəyik. Baxın, burada yiyəcəyik, sonra burada yiyəcəyik və digər yeməklərdə təbii ki də mənim ən çox sevdiyim yer olan akvaryum dünyasının 3-cü mərtəbəsində və odada yiyəcəyik. Növbəti videomda dediyim kimi o vaxt olacaq. Yəni market güncəlləməsinin gəlməsini gözləyirik. Nə vaxt gələcəksə o vaxt yiyəcəyik. Yəni videonu paylaşacağım. Neyse dostlar, video bu kadar idi. Like atıp abone olmayı unutmayın. Düşüncelerinizi de yoruma yazın. Hamınıza hoş istirahatler. Sağ olun.